Uşaqlar, deməli belə bir məsələnin izahına baxaq. Bu düzxətli bərabər sürətli, düzxətli dəyişən sürətli bölməyə aiddir. Birinci belə bir baxaq. Nə deyir bizə? Deyir ki, cismin sürətinin proyeksiyasının zamandan asılı qrafik verilmişdir uşaqlar. Və ilk 6 saniyə ərzində hərəkətin yola görə orta sürətini. Bax, burada fikir verməlisiniz ki, nəyə görə soruşur orta sürət? Orta sürəti yer dəyişməyə görə də soruşa bilərdi. Yola görə də soruşa bilər. Yer dəyişməyə görə soruşanda ümumiyyətlə VT qrafikində ikisini də S-i T ümumiyə böləcəyik. İkisində də eyni qaydadır. Amma fərq nədir? 6 saniyəyə soruşursa 6 saniyə soruşur. Yer dəyişməyə görə soruşursa uşaqlar, biz həmişə yer dəyişmədə işarəni də nəzərə alacağıq. Biz bilirik ki, VT qrafikində gedilən yolu tapmaq üçün nəyə baxmalıyıq? Qrafiklə zaman oxu arasında qalan fiqurun sahəsi. Məsələn, birincisi burada neçə dənə fiqur var? 1, 2, 3 dənə. 3 dənə düzbucaqlı var. L1 olacaq 3 vur 2, 6. L2 olacaq bura 2. Bura nədir? 6. Düzdür? Düzbucaqlının elini uzuna vuruq. 2 vur 6, 12. Bura nə qədər eləyəcək bu düzbucaqlı bizə? L3. Hətta işarə ilə yazacağım ki, ikisini də göstərim sizə. Deməli, mənfi 3 vurulsun 2 mənfi 6. İndi mənə yer dəyişməyə görə desə, mən onları toplayanda 6 üstəgəl 12 çıx 6. Baxın. Gördünüz, işarəni nəzərə aldım. Bu da mənə verdi. 6 üstəgəl 12 çıx 6 verdi mənə 12-ni. 12-ni də 6-ya bölündə 2 metr böl saniyə. Amma biz yol deyəndə yolda həmişə modula baxacağıq. Çünki biz mənfi yol gedə bilmərik. Yəni yer dəyişmədə o mənfi o demək ki, verilən əksinə gedir, qayıdır. Bunu göstərir. Amma yolu mənfi heç vaxt deyə bilmərik. Yol həmişə necə ola bilər? Skaler kəmət olduğu üçün müsbət olacaq. Ona görə yazacağıq. 6 üstəgəl 12 üstəgəl 6-ya. Bu da bizə nəyi verəcək? 24 böl 6 eləyəcək. 4 metr böl saniyə. Bu da cavab elədi D variantı uşaqlar. Günün bir məsələ izahı.